Bəli. Bugünkü dərsimiz olur uşaqlar ehtimal. Bax, bugündən sonra siz artıq rəsmi şəkildə fala baxma statusuna yiyələnəcəksiniz. Aydındır. Kartla mı deyim? Nə bilim o kofe stəkanı ilə zadla baxırlar. Özcan Dənizin o klipində də var, qız baxır belə. Eşək arabası ilə gedə gəlir. Hə, onunla falan baxa biləcəksiniz. Ehtimal yaxşı şeydir. Birinci başda ehtimal başa düşmək üçün hadisələri araşdırıb başa düşmək lazımdır ki, hadisə nə olan şeydir. Hadisə var müğənni. Görmüsünüz yəni, yaşdaşı. Amma biz o hadisələri araşdırıb verəcəyik, biz araşdıracaq. Riyaziyyatdakı hadisələri. Riyaziyyatda hadisələr İbrahimov olur 3 cür. Neçə cür? 7 tane verir. 3 cür. Bəli. Ayrılır 3 qrupa hadisələr. Ayrılır 3 qrupa uşaqlar. Birinci qrup hadisələr mümkün olmayan hadisədir. Olmayan hadisə. İkinci qrup hadisələr təsadüfi hadisədir. Hadisə. Üçüncü qrup hadisələr yəqin hadisədir. O yəqin biz bildiyimiz yağın deyil. Biz deyirik ki, yəqin falan yerlərdə yağın. Hə, biz onu şübhə ilə deyirik ki, ola bilsin kimi mənasında işlədirik. Yəqin maşınla girib kanala. Aydındır, yolda görüşmürsə deməli yəqin. Gelib görürük, kanalda da yoxdur. Amma burada araşdıracağımız yəqin o deməkdir ki, sən deyirsənsə ki, bir hadisə, nə varsa haqquzun var. Sən deyirsənsə bir hadisə yəqindir, şişirtməyin də pisdir, ha. Baba düşürdür səni. Bir hadisə yəqindir deyirsənsə, o deməkdir ki, ona şübhə yoxdur. Yəni, deyirsənsə ki, məsələn, İbrahimov, İraq olsun, gələndə girdi kanala, yəqin girdi kanala, bu artıq 100% elə gedib İbrahimovu orada tapacaq olmuş, kanaldadır. Başa düşdük. Mümkün olmayan hadisə, bu iki hadisənin ikisi yəqin hadisə ilə mümkün olmayan hadisə. Deyilən kimi nəticəsi məlumdur. Baş verib vermədiyi məlumdur. Mümkün olmayan hadisə odur ki, heç vaxt baş vermir. Heç vaxt baş vermir. Hadisə deyən kimi bilirsən ki, onsuz olmayacaq. Heç vaxt olmayacaq. Məsələn, nərclərinin üstündə 1-dən 6 yazan xal vardı, düzdür. Nərclərini atırsan, deyirsən 7 düşsün. Sən onu nə qədər atırsan at. Lap zər yiyələnə kimi at. 7 düşəcək, mümkün olmayan hadisə. Nəticəsi əvvəlcədən məlumdur. Bilinir ki, bu olmayacaq. Yəqin hadisədə nətərdir? Məsələn, nərcləri atırsan yenə də deyirsən ki, 7-dən balaca xal düşsün. Onsuz da 7-dən balaca düşəcək. Nə düşəcəkdir ki? O da əvvəlcədən məlumdur. Başa düşdük. 7-dən balaca xalın düşməsi. O da oldu yəqin hadisə. Bir də var ki, hadisənin baş verib verməyəcəyin əvvəlcədən kəstirmək, bilmək olmur. Aydındır. Məsələn, nərcləri atırsan deyirsən 2 düşsün. Əminliklə deyə bilərsən 2 olacaq. 2-nin düşüb düşməməyi təsadüfdür. Yəni bir şey olub olmayacağa girirsə, bir fikir, hadisə olub olmayacağa girirsə, olur təsadüfi hadisə. Başa düşdük. Gözəl. Bizə hadisənin ehtimalını araşdıranda, bax, ədəd oxu kimi göstərsəm, hadisənin ehtimalı bu arada dəyişəcək. Mümkün olmayan hadisənin ehtimalı olacaq 0, yəqin hadisənin ehtimalı olacaq 1, təsadüfi hadisələrin ehtimalı da 0 ilə 1 arasında dəyişən düzgün kəsirlər olacaq. Yəni, bu deməkdir ki, sən ehtimal çalışmasını həll eləyib, filan ehtimalı tap deyibsə sənə. Sən tapıb 2 tapırsan, 2,5 tapırsan, adam var 50 tapır. Tamamilə yanlışdır. Düzgün kəsir almalısan sonda. Ha, ehtimalı tapıb faizə çevirəcəksənsə, o başqa şeydir. Ehtimalı tapıb faizə çevirəcəksənsə, örtün kitablar, fikriniz məndə olsun. O başqa şeydir. Aydındır. Ehtimal işarə olunur P hərfi ilə. Nə hərfi ilə? P hərfi ilə. Dediyim kimi, mümkün olmayan hadisənin ehtimalı P, məsələn, zərin üstündə düşəcək 7. Bərabər olur 0-a. P deyib yazıram. P zərin üstündə düşəcək 7-dən kiçik.
7-dən kiçik. Bu olacaq 1. Aydındır. Ümumiyyətlə ehtimalı hesablamaq üçün bizə nə lazımdır? Bizə bir hadisə tamam. Məsələn deyirik ki, məsələn adı zərin üstündə, zər atıram, zərin üstündə düşəcək deyirəm 1. İstəyirəm ki 1 düşsün. Bunun ehtimalını hesablamaq üçün mənə nə lazımdır? Sənə nə lazımdır? Bir hadisə baş verəndə iki növə ayrılır. Mümkün hallar, bir də əlverişli hallar. Bizə iki hadisənin içində iki qrup ayıracağıq biz. Mümkün hallar o haldır ki, bir hadisə baş verəndə sənə lazım olan olmayan, yarana biləcək bütün situasiyalar. Məsələn, nərd zəri atırsansa, bir dənə nərd zəri atırsansa, orada var 1, 2, 3, 4, 5, 6. Düzdür? Bundan başqa hal var mı bir dənə nərd zərinin üstündə? Xeyr. Deməli, mümkün hal neçə dənədir? 6 dənə mümkün hal var. Əlverişli hal. Əlverişli hal nədir? Biz istəyən. Biz nə istəyirik? Başa düşdük? Məsələn, mən istəyirəmsə ki, 2 düşsün. Neçə dənə 2 var nərd zərinin üstündə? Bir dənə. Aydındır? Ona görə əlverişli halların sayı 1'dir. Onun ehtimalı olur P, ehtimalı hesablayanda mümkün halların sayı yazılır məxrəcə, əlverişli halların sayı yazılır surətə. Mümkün hallar 6, əlverişli hallar oldu 1, hadisənin ehtimalı oldu 6'da 1. Bu şəkildə bütün ehtimallar, mürəkkəb ehtimallar da daxil, sən bir hadisənin ehtimalını tapmaq üçün nə etməlisən? İki şey müəyyənləməlisən. 1, o hadisə baş verəndə yaranan bütün halların sayı. 2, o hadisə baş verəndə orada sənə lazım olan halların sayı. Məxrəcə mümkün hallar, surətə əlverişli hallar yazıb ehtimalı tapıb çıxardacaqsan ortalığa. İndi fərqli vəziyyətlər yaranacaq, onu da deyəcəyik biz. Aydındır. Məsələn, mümkün olmayan hadisənin ehtimalı niyə 0 olur ki? Mümkün olmayan hadisə, məsələn, nərd zəri atıram yenə. Mümkün hal. 6 hal var. Nərd zəri atanda. 6 mümkün hal var. Mən istəyirəm ki, əlverişli hal olaraq, istəyirəm ki, 8 düşsün. Zərin üstündə 8 var. Əlverişli halların sayı neçə dənədir? 0 dənə. Ehtimal tapanda mümkün hallar məxrəcə, əlverişli hallar surətə yazılmır. 6 yazılır məxrəcə, 0 yazılır surətə. 0 6'ya bölən nə edir? 0. Aydındır. Yəqin hadisənin ehtimalı niyə 1 olur? Mümkün hal. Yenə də nərd zəri atıram. 6 mümkün hal var. Əlverişli hal. İstəyirəm ki, ondan kiçik hal düşsün. Ondan kiçik hal birdən fikirləşərsən ki, müəllim 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 yox. 1, 2, 3, 4, 5, 6. 7, 8, 9 zaten yoxdur. Nə olsun ondan kiçik istəmişəm. Yəni əlverişli hal yenə də 6'dır. Neçədir? 6. Ehtimal tapanda mümkün hal məxrəcə, əlverişli hal surətə. Cavab bilir 1. Başa düşdük? Yəni əlverişli halların sayı heç vaxt mümkün halların sayını üstəliyə bilməz. Yəni bir hadisə baş verəndə təsəvvürlə 6 dənə əlverişli hal var. 6 dənə mümkün hal var. 10 dənə əlverişli hal var. Elə şey var. Onda mümkün hal, əlverişli hal mümkün halın az çoxluğudur. Başa düşdük? Yəni mümkünün içindən seçirsən əlverişli. Ona görə uzaq başı bərabər ola bilər. O da yəqin hadisədə bunun kimi. Aydındır? Başa düşdük bunu. Sonra gəlir hadisələr növlərə ayrılır. Var uyuşan hadisələr, var uyuşmayan hadisələr. Var aslı hadisələr, bir də aslı olmayan hadisələr. Uyuşan hadisələr nədir? İki hadisə eyni anda baş verə bilirsə, bu uyuşan hadisədir. Eyni anda baş verə bilmirsə, bu uyuşmayan hadisədir. Məsələn, adi elementar bir misal. Uyuşan hadisə nədir? Nərd zəri atırsan, istəyirsən ki, nərddə 2 düşsün. Aydındır. Eyni anda bir dənə də qəpiyə atırsan, deyirsən qəpiyyə də xəritə düşsün. Bu uyuşan hadisədir. İkisi eyni anda baş verə bilər. Bunda bir düşər, bunda da xəritə olar. Bu mümkündür. Aydındır. Uyuşmayan hadisə nədir? Nərd zəri atırsan, istəyirsən ki, həm 2 düşsün, həm də 3 düşsün. Bu eyni anda baş verməyəcək. Heç vaxt. Yəni 2 düşüb, biraz dayanıb, fırlanıb 3 düşsün, təzədən 2'yə qayıtsın. Elə şey olmur. Ya 2 düşəcək, ya 3 düşəcək, ya da heç düşməyəcək. Yəni hadisə eyni anda baş verə bilmirsə, o uyuşmayan hadisə olur. Başa düşdük. Sonra var aslı hadisə. Aslı hadisə. Bir də var aslı olmayan hadisə. Adı üstündə. Aslı nə deməkdir? Yəni bir hadisənin baş verməsi digər hadisənin baş verməsindən aslıdırsa, bu aslı hadisədir. Yox, bir hadisənin baş verməsi digər hadisənin baş verməsindən aslı deyilsə, bu aslı olmayan hadisədir. Məsələn, bir dənə nümunə çəkirəm. Bir dənə deyək ki, torba var. Gözəl göçək bir dənə torbamız var, görsən. Beləncə güllü-müllü bağlamısan. İçində bunun şarlar var. Qara şarlar var. 1,
2, 3, 4 tane. 1, 2, 3, 4, 5, 6. 6 tane de kırmızı. Cəmi 10 tane şar var. Düzdür. Bax, fikir verməlisiniz. Deyilən sözə, cümləyə fikir verməlisiniz. Ehtimalda çox diqqətli olmalısınız. Yəni oxuyub anlama yüksək səviyyədə olmalıdır. Məsələn, cümləni torbanın içi görüşmür əslində. Başa düşdük. Prosta indi başa düşək deyə bu formadadır da. İndi mən torbanı çəksəm içində falan şey var. Sən təsəvvür eləyəsən deyə onları çəkmişəm. Torba görüşməyən torbadır. Da setka deyir. Kartof setkasından falandan deyir. Hə, onda o ürəyin istəyəni seçərsən. Hamısı da eyni formadadır. Yumru ölçüsü falan, ağırlığı falan eynidir. Da o Çempionlar Liqasında topu qızdırırlar. Galatasaray ilə Liverpoolu salırlar ki, güya udacaq Liverpool Galatasaray yenə də uda bilmir. Nəsə, qırana çıxmayaq, o söhbət eləyərik sonra. Gözümüzü yumuruq və yaxud da yumuruq. Zaten torbanın içini görmürük, düzdür. Əlimi salıb 2 top çıxardacam. Şərt nədir? Topu çıxardacam, baxacam, qaytarıb atacam yerinə. Sonra başqa qarışdıracam, bir dənə də top çıxardacam. Başa düşdük. İstəyirəm ki, çıxaracağım toplar hər ikisi qırmızı olsun. Nə olsun? Və yaxud da biri qırmızı, biri qara olsun. Fərqi yoxdur. Bu aslı olmayan hadisədir. Çünki hadisənin biri digərinə təsirləmir. Nə tər təsirləmir? Bax, başlayıram birinci hadisə. Birinci hadisədə neçə dənə şar var torbanın içində? 10 dənə. Düzdür, yazıram 10'da. Mən qırmızı istəyirəm. Neçə dənə qırmızı var? 6. Birinci şarın qırmızı olma ehtimalı 10'da 6'dır. İkinci şarın qırmızı olma ehtimalı. İndi şarı çıxartdım, baxdım, atdım yerinə. Düzdür? Yenə torbada neçə şar var? 10 dənə. Çıxarıb baxıb atmışam yerinə, yenə də orada neçə dənə qırmızı var? 6 dənə. O da nədir? Yenə 10'da 6'dır. Başa düşdük? Yəni bu iki hadisənin baş verməsi bir-birindən asılı deyil. Təsir eləmir bir-birinə. Təsir eləmirsə, onda bu hadisələrə deyirlər aslı olmayan hadisə. Amma fikir ver, mən belə eləsəydim, 2 dənə şar çıxardacam. Baxacam çıxartdığım şara, baxacam rənginə, qırmızı qoyacam kənara. Başa düşdük? İndi onda nə baş verəcək? Birincinin çıxma ehtimalı yenə də 10'da 6'dır. Birincinin çıxma ehtimalı yenə 10'da 6'dır. Çünki çıxartdım, baxdım. 10 dənə mümkün hal var. 6'sı qırmızıdır, 10'da 6 əlverişli hal. Çıxartdım, baxdım, qırmızı qoydum qırağa. Düzdür? Torbada şarların sayı azaldı. 9 dənə oldu. İkinci hadisəyə birincinin baş verməsi təsir eləyir. Neçə dənə qırmızı qaldı? Çıxardıb qırağa qoyduğum da qırmızıdır. Qırmızı olsa qırağa qoyacaqdım. 5. Görürsən, bu təsir elədi buna. Onda bu olur aslı hadisə. Başa bunu da vurursan bir-birinə. Yəni birinci şarın, hər iki şarın çıxardıb baxıb kənara qoymaq şərti ilə hər iki şarın qırmızı olma ehtimalı olur. Bununla bu ixtisar gedir. Bununla da bu ixtisar gedir. 2 qalır burada. Burada nə qalır? 2. Burada qalır 3. Bu 2'lər də gedir. Nə olur? 3'də 1. Düz dedim. 90'da 30. 3'də 1. Düzdür. Amma bayaqki nə idi? 10'da 6 vurulsun 10'da 6. %36 idi. Bunu da ixtisarləsən 4'ə. Burada 9, burada da 25. Məsələn 25'də 9 idi bayaqları. Baxıb yerinə atmaq şərti ilə çıxardanda. Və yaxud da eləsə ilə də göstərə bilərsən bunu. Misal çəkə bilərsən. Məsələn aslı hadisə və yaxud da aslı olmayan hadisə. Məsələn nərd zəri ilə qəpiyi atırsan. Aydındır. Qəpiydə xəritə düşsün. Nərd zərində də cüt ədəd düşsün. Bunlar bir-birindən aslı olmayan hadisədir. Qəpiydə xəritə düşür deyə nərd zərində heç görmürsünüz ki, cüt ədəd düşəcək deyə bir qayda var. Nərd zərinə nə aidiyyəti var ki, bunda nə düşdü? Heç əlaqəsi yox. Başa düşdük. Bəli. Bildiyi aslı olan, aslı olmayan hadisələr nədir? Sonra nə ilə rastlaşa bilərsiniz? İndi çalışmaların içində müxtəlif vəziyyətlər yaranacaqdır. O çalışmaların içində deyəcək. Bilməlisiniz nəyi? Məsələn, bir dənə nərd zəri atırsansa, orada mümkün hal. Neçə dənə mümkün hal var uşaqlar? Bir dənə nərd zəri atırsansa 6 dənə. Bəs 2 dənə nərd zəri atırsansa sizcə neçə hal? Bəli. Mümkün halların sayı 2 dənə nərd zəri atırsansa 12 olmur, 36 olur. Niyə? Niyəsi çox sadədir. Yəni birinci nərd zəri, bir nərd zərin 2 dəfə ardıcıl atmaqla 2 nərd zərin eyni anda atmaq eyni fikirdir, eyni şeydir. Yəni nərd zərin götürdüm, bir dənə nərd zəri var, attım, götürdüm, bir də attım. Əlimdə 2 dənə nərd zəri var, götürdüm, belə attım. Bir dəfə attım.
Yəni ikisini birlikdə atmaqla dalbadal ayrı-ayrı atmanda hər ikisində 36 hal var. Niyə? Çünki birinci nəticələrində var 6 hal. 6 hal. 1, 2, 3, 4, 5, 6. İkinci nəticələrində də var yenə 1, 2, 3, 4, 5, 6. Nətər olur 36 hal? Birinci nəticələrinin biri ilə ikincinin biri, biri ilə ikisi, biri ilə üçü, biri ilə dördü, biri ilə beşi, biri ilə altısı, ikisi ilə biri, ikisi ilə ikisi, ikisi ilə üçü, ikisi ilə dördü, ikisi ilə beşi, ikisi ilə altısı, üç ilə bir, üç ilə iki, üç ilə dörd, üç ilə beş, üç ilə altı, nə yaddan çıxdı? Üç ilə üç. 3 ilə 3 yaddan çıxdı. 3 ilə 3, 3 ilə 4, 3 ilə 5, 3 ilə 6. 4 ilə 1, 4 ilə 2, 4 ilə 3, 4 ilə 4, 4 ilə 5, 4 ilə 6. Bunu yazmaqda məqsədim var. 5 1, 5 2, 5 3, 5 4, 5 5, 5 6. 6 1, 6 2, 6 3, 6 4, 6 5, 6 6. Bax, bütün mümkün hallar budur. Fikirləşə bilərsən ki, müəllim, 2 1, 1 2, eyni şey deyil. Aydındır? Birincidə 1, ikincidə 2 başqa şeydir. Birincidə 2, ikincidə 1 başqa şeydir. Təzə variantdır. 36 mümkün hal var. Buradan hansı növ suallar çıxa bilər sizin qarşınıza? Məsələn, sizə deyər ki, 2 nəticələr atılanda düşən hallar cəminin filan olsun. Aydındır? 2 nəticənin adı çəkirsə, bilginən ki, mümkün halların sayı 36-dır. Yəni, durub bunu belə yazmağa ehtiyac yoxdur. Deyə bilərsən, 3 nəticələr atılanda 6 vuraq, 6 vuraq, 6. 216 dənə mümkün hal var. Buna elə çox girişmirlər, amma bu da var. Aydındır. Qəpikdə də eləncədir. 2 qəpik atılanda 2 vuraq 2, 4. 3 qəpik atılanda 8. Aydındır. 4 qəpik atılanda 16. 5 qəpik atılanda 32 hal var. Aydındır. Əlverişli hal, hallar cəminin neçə olması uşaqlar? Məsələn, 9. Hallar cəmi 9 nətər ola bilər? Hallar cəmi 9. Baxıram, 3 ilə 6. 4 ilə 5. Düzdür. Sonra 6 ilə 3, 5 ilə 4. Var başqa? İndi bunu həmişə belənizdən yazıb vaxt itirməyəcəksən ki, necə tapacaqsan? Səliqəli və ardıcıl şəkildə yazmaqla. Qarışıq pərakəndə yazsan, qarışdıracaqsan. Bax, birinci zər yazarsan, ikinci zər. Başlayacaqsan cəmsi 9 yaratmağa. Birinci zərdə 1, ikinci zərdə gərək 8 ola ki, 9 olsun. Mümkündür mü? Xeyr. Deməli, bu keçdi. 2 ilə də mümkün deyil. Çünki 2 ilə 7 ola gərək. Deməli, ən azı 3, bunda 6. Bunda 1 artırarsan 4, bunda 5. 1 artırarsan 5, bunda 4. 1 artırarsan 6, bunda 3. Neçə əlverişli hal var? 4. Gətirib yazarsan 36-da 4, cavab eləyəcək 9-da 1. Başa düşdük. Bəzən də, məsələn, sənə deyə bilər ki, 2 nəticələri atanda xallar cəminin 12-dən az olma ehtimalını tap. Nə tap? 2 nəticələri atılır yenə. Mümkün hal yenə 36 uşaqlar. Əlverişli halların sayını tapmaq istəyirəm. 12-dən az belə girişə bilərsən. Amma o fərqli üsul deyil. Nətər? 12-dən az 1, 1, 1, 2, 1, 3, 1, 4, 1, 5, 1, 6. Belə gedirsən. Sən onu əks tərəfdən qarşıla da. Bir hadisə ya baş verir, ya da baş vermir. Düzdür? Sənə deyirsə ki, hallar cəmi 36-dan kiçik olsun. Sənin əlində 36 mümkün hal var. O 36 mümkün haldan neçəsində hallar cəmi 12-dən kiçik deyil. Bir dənəsində. Bir dənəsində. 12 olanda. Başqa elə bir hal var. Deməli, o 36 haldan sənə 35 dənəsi sərf eləyən haldır. Əgər bir-bir yazmağa qalsın, o 35-in hamısını yazacaqsın. Elə sən sənə lazım olmayanı tap. Deməli, 6-6 sənə lazım deyil. 12 eləyir. Sənə deyirək 12-dən az olsun. 12 də 12-dən az deyil axı. Ona görə bura 35 yazacaqsan. Ehtimalın olacaq 36-da 35. Başa düşdü? Yəni, əks tərəfdən qarşılama. Tamamlayıcı hadisə deyirlər. Yəni, bir şeyin baş verməsi ilə baş verməməsi ehtimalları cəmi 1-ə bərabər olur. Aydındır? Məsələn, nəticələri atıram. Cüt xalın düşməsi ilə düşməmə ehtimalı cəmsi 1-dir. Düşmə ehtimalı 2-də 1-dir, düşməmə ehtimalı da 2-də 1-dir. Həmişə 2-də 1 olur demirəm. Məsələn, xallar cəminin 4-dən böyük olma ehtimalı ilə 4-dən böyük olmama ehtimalı cəmsi 1-dir. Yəni. Başa düşdük? Belə. Sonra yenə bura qayıtsam, bu ədəd oxunun üstünə. Az ehtimallı, çox ehtimallı hadisə söhbəti var. Əgər hadisənin ehtimalı 0-dan 2-də 1-ə qədərdirsə, ona deyirlər az ehtimallı hadisə. 2-də 1 ilə 1 arasındadırsa, çox ehtimallıdır. Aydındır. Bir də dediyim kimi tamamlayıcı hadisələr var. Bütün hadisələrin olub-olmazının cəmsi 1-ə bərabərdir. Yəni, bir şeyin baş verməsi ilə baş verməməsi cəmsi 1-dir. Aydındır.
Yəni dediyim kimi bəzi hadisələrin ehtimalını hesablayanda biz əks tərəfdən mövqeyi tutub gəlib hadisə yerində cavabı tapmağa çalışacağıq. Qaldı ki, digər məsələn biraz fərqli hadisələrdə, məsələn bayaqlar ilə çalışmada var idi. Fikirləşin bir dənə vaz var. Cehizli vazı, nənə özün. Cehizli vaz. Rəsmədə görünətlər vaz oxşayacaq bu. Perlama onu özü deyir, o nə qabı deyir, Çinidir, nə mən nədir, onunla da var. Görürsən? Hə, cehizlidir, elə-belə vazdandır. Rumkaya oxşayır. İçində işıqları zadı var burada. Təzə çıxanlarla güllər zadı var. Belə ekskursiv, xat işarəsinə oxşayır. Belə. Vazın içində var şəftəli. Nə? Şəftəli. Şəftəli nə rəng olur? Sarı, qırmızı. Bir tərəfi sarı, bir tərəfi qırmızı. Elə şey çəkək ki, bir rəng olsun da. Məsələn, deyək mandalin var. Bayram gəlir də onsuz qabaqdan. Mandalin var, özləri bu yeri daha. Biraz üstündə göy zad da var belə. Pam dəymib. Pul lazım olub, çıxardıb satıblar. Çal-çal. Mandalin var, Yusif. Yusif'in ağzı sulandı. Ay sağ ol. Neçə dənə oldu? 5, 6 dənə. Bir də alça var. Alça hələ sezon. Deyən görüm ha. Qırmızı, alma. Alça ilə iş getmədi. Hələ alça təzə gülləyir. Kırmızı alma. Olmur qırmızı alma. Olur. Hadi nə? Çəkməyin. Düzələcək, narahat olma. Ay maşallah. Allah saxlasın. Vazın içi görükmür ha. Yenə də bu vaz, yəni nənə xrustal vazıdır. Görürsünüz. Xrustal vazıdır. Yerinə baxırsan mandalin tərəf görükür, əli atırsan alma çıxır. Yəni çöldən baxırsan əks etdirir da şəkli. O Bruce Wayne onda var, güzgülər otağına girir. Hər yerdə Chuck Norris görükür, hə. Burada əli atsa məsələn burada mandalin var, o cinə oxşayan dırnaqlarla. Əli atı çıxarsın görürsən almadır. Pis olursan. Məsələn alma istəyirsən mandalin çıxır. Vəziyyət qarşılıqdır. Gözü yumub əli salıb fırlasın ondan yaxşıdır. Ay, az söhbət elə orada gəlib tap deyəcəm indi sən, sakit dur. Cəmi var uşaqlar 2, 4, 6, 8, 10 dənə meyvə. Mandalin var neçə dənə? 2, 4, 6. Alma var neçə dənə uşaqlar? 4 dənə. Aydındır. Əlimizi salıb bir dəfiyə. Əlimizdə babat iridir, Allah patkadır əlimiz. Yekə. Necə düşdük? Divəl. 3 meyvə götürəcək oradan. Bir dəfiyə ha, ta əlimə dəydim, deyəsən sapı var, bu almadı yox. Atdın, nə çıxdı. 3 meyvə götürəcəm. İstəyirəm ki, mandalinə xoşum gəlir da. İkisi mandalin olsun, bir alma olsun. Nə istəyirəm? Baba, bura yazıram, əlverişli hal. Mən istəyirəm mama. Aydındır. Mama yox ha. Mandalin alma. Ha, sıranın önəmi var mı? Yox. Yəni çıxartdım 2 dənə imində böyür mandalin deyəndə bir onun önəmi yoxdur. Ortada da olsa olar alma, o başda da olsa fərqi yox. Əsas odur ki, çıxardanda sevinim ki, əlimdə Allah'a şükür. 2 mandalin, bir dənə nə var? Alma var. Bəs mümkün hal nədir burada? Uşaqlar. Mümkün hal, bax mümkün hal belə tapacaqsınız. 10 cür meyvə var orada, 10 fərqli meyvə var. O 10 meyvədən üçlü qrupların sayı lazımdır mənə. Sıranın da önəmi yoxdur. Sıranın önəmi yoxdursa iş nə ilə gedirdi? Kombinizonla. Bax kombinizon 10-dan 3-ə. Bu mümkün halların sayıdır. Yəni 10 faktorial bölünsün 3 faktorial vurulsun 7 faktorial. Yəni 10 minus 3. 7-yə cən gedir nə qalır? 8, 9, 10. 3 faktorial eləyir 6. Düzdür? Nə qədər eləyir bu? Bununla bu ixtisar gedər 8, 9-un 72, 720 bölünsün 6. 120. 120 fərqli variant var. Cəmi onun bir dənəsi. Yox, bir dənəsi yox. İndi tapacaq neçə dənəsi sən istəyəndə. İndi uşaqlar, mandalini nəydən seçə bilərəm? Mandalindən təbii ki. Neçə dənə mandalin var? 6 dənə. 6 mandalindən ikisi
neçə üsulla mənim əlimə yerləşə bilər? Sıranın önəmi yoxdursa, kombinizon 6-dan 2-yə. Düzdür? Bəs 4 almadan biri mənim əlimə neçə üsulla dırmaşa bilər? 4 üsulla 4-dən 1-ə. Düzdür? Bu eləyir. Niyə vurma? Götürdüyüm hər bir almanın yanına qoyacağım mandalinə təzə variant yaradır. Ona görə də vurma üsulu. 6 faktorial bölünsün, 4 faktorial vurulsun, 2 faktorial. Düzdür? Kombinizon 4-dən 1-ə deyil, elə 4 faktorial. 4 faktorial nə idi? 4. Deməli uşaqlar 6-yacan ixtisar gedir, 4-əcan ixtisar gedir. Burada qalır 5 vuraq 6 bölünsün, 2 vuraq 4. 30 bölünsün, deməli bu eləyir neçə? 2, 60. Nə? Düz dedim. Baxın görün düz dedim. 5, 6, 30, hədə 2-yə vuranda. Deməli hadisənin ehtimalı olacaq nə? P bərabərdir. Mümkün halların sayı məxrəcə, əlverişli halların sayı surətə. 120 məxrəcə, 60 surətə. Bu da eləyəcək 2-də 1. Yəni tutuzdurma ehtimalım 2-də 1-dir. Aydındır. Belə. Bax, belə mürəkkəb hadisələrdə bundan istifadə edəcəyiz. Və yaxud da, məsələn, İbrahimov Yusifə zəng eləyəcək. Aydındır. Nömrəsinin son 3 rəqəmi yadından çıxıb. Yığır məsələn 055 757. Kimin nömrəsidir bu? Ay, sağ ol. Yaddan çıxıb da mənə zəng eləyəcək. Yaxşı, mənim nömrəmdir. Amma yadındadır ki 9207 daxı məndə. Yadındadır ki, son 3 rəqəm bir-birindən fərqli rəqəmlərdir. 0-dan 9-a qədər nədirsə, odur. Ancaq bir-birindən fərqlidir. Onun bir dəfədə məni tutuzdurma ehtimalı nədir? Yəni, bir dəfədə, birinci dəfədən mənə zəng eləmə ehtimalı nədir? Nə tər tapacaq? Bax, əlverişli hal bir dənədir. Çünki mənim nömrəmin axırı dəyişmir ki, bir dənə 9207-dir. 9207. 207 yazmalıdır. Bir dənə 207 var da. 702 yazsa 703 Əbil Həsənə. Başa düşdük. Deməli, əlverişli halın sayı burada axtarmağın adı yoxdur. Bir dənədir. Qaldı ki, mümkün halların sayına. İndi, mümkün halın sayı nədir? Deməli, mənə 3 rəqəmli ədəd lazımdır. 3 rəqəmli ədədlər, rəqəmləri fərqli 3 rəqəmli ədəd lazımdır. Və mən o 3 rəqəmli ədədi 0-dan 9-a qədər neçə rəqəmdən düzəldəcəm? 10 dənə rəqəmdən. 0 da daxil. Aydındır? Mən nömrəmin axırında 0 var deyə yox ha. Sən onsuz da bura 0 yaza bilərsən da. Yəni, bu açıqda 3 rəqəmli ədəd deyil ki, 0-la başlamasın. Başa düşdük? Hamısını nəzərə almalısan yəni. Deməli, artıq sıranın önəmi var. Sıranın önəmi varsa yazacaqsan permutasiya 10-dan neçəyə? 3-ə. Olacaq 10 faktorial bölünsün 3 faktorial. 3 nə idi? 7 faktorial. Bu da olacaq uşaqlar 7-yəcən gedəcək. 8, 9, 10. Olacaq 720. Deməli, onun birinci dəfədə mənə zəng etmə ehtimalı 720-də 1-dir. 720-də 1 tutuzdurma ehtimalım var oğul. Aydındır. Permutasiyaya müraciət eləmədən bunu tapmaq olardımı? Bəli. Verilən şərtə fikir verməlisən həmişə. Məsələn, əgər rəqəmlərinin fərqli olduğu məlum olmasaydı, bilməsəydi rəqəmlər də fərqlidir. Onda onun mənə zəng etmə ehtimal olacaqdı 1000-də 1. 1000-də 1 tutuzdurma ehtimalı. Niyə? Bax, mənim bu rəqəmimi tutuzdurma ehtimalı olacaqdı 10 rəqəmdən biri. Düzdür? 10-da 1. Bilmir axı rəqəmlər fərqlidir. Bilsə o birisini 9-da 1 yazar. O birisini də 8-də 1 yazar. 720-də 1 eləyər bunun kimi. Görürsən bunu da eləsinə tapmaq olur. Bilmədiyinə görə bəlkə eynidir. Bu da 10-da 1 olacaq. Bu da 10-da 1 olacaq. Bu da nə eləyəcək? 1000-də 1. Deməli, onun bir dəfədə mənə zəng etmə ehtimalı 1000-də 1-dir. Yəni, çox cümacı eləyə bilməyəcək. Başa düşdük. Yəni, fərqli çalışmalar tipi var. Təbii ki, onlardan sən dərsə qulaq asmışsan. Bu dəqiqə əlimə keçəndən uzadacam o tərəfə. Hansı indi gəlib ora çata İranın İsrailə atdığı raket kimi. Hansı çatmaya. Belə. Sonluq faciə ilə bitəcəkdir az qala.